Selamün aleyküm. Aleykümselam ve rahmetullah. Ne lazım idi? İmamı görmək istəyirəm. Kardeş, o indi məşğuldur. Namaz kılır, başka vakti gel. Allah hamd olsun ki onu görməmiş getmərəm. Gözde gelirəm. Allah'a çok şükür. Buyur gel. Elhamdülillah, çox sağ ol. Esselamu aleyküm. Və aleyküməssalam və rəhmətullah. Buyur əyləş. Allah. Adınız nədir? Əba Əbdillah. Allah səni sabit qədəm eləyib, müvəffəq eləsin ey Əba Əbdillah. Ziyarətimdə məqsəd dediyiniz bu duanı eşitmək olsaydı, artıq mən getmiş olardım. Məndən istəyin nədir? Allahdan sizinlə görüşməyimi və elminizdən faydalanmağımı mənə qismət eləməsini dilədim. Ümidvaram ki, Allah istədiklərimi qəbul eləyəcək. Ey Əba Əbdillah, elm öyrənməklə qazanılmır. O bir nurdur ki, Allah Taala hidayət etdiyi bəndənin qəlbinə salar. Elm istədikdə, əvvəlcə Allahdan səndə həqiqi bəndəçiliyin olmasını dilə. Allaha vəfalı ol ki, elmi sənə ilham etsin. Bunu necə eləyim? De, ey Əba Əbdillah. Ey Əba Əbdillah, həqiqi bəndəçilik nədir? Bu üç şeydir. Bəndə Allahın verdiyi mülkün onun olmadığını bilə. Çünki bəndələrin mülkü olmur. Mülkü Allahın malı görə və onu Allahın əmr etdiyi yerlərdə xərcləyə. Bəndə öz başına heç bir tədbir görməyə. Allahın əmr etdikləri ilə məşğul ola, qadağan etdiklərindən çəkinə. Əgər bəndə Allahın ona verdiklərinin onun olmadığını bilsə, Allahın ehsan olaraq xərcləməsini istədiyi yerlərdə o malı xərcləməsi ona asan olar. Bəndə bütün işlərini Allahın öhdəsinə qoysa, dünyanın müsibətləri ona asan gələr. Əgər bəndə Allahın əmr etdiklərini yerinə yetirsə, qadağan etdiklərindən də çəkinsə, bu ikisindən ayrılıb cəmaatla ikiyüzlülük etməz. Allah bəndəsini bu üç şeyi əta etməklə şərəfləndirsə, dünyaya, iblisə və xalqa əhəmiyyət verməz. O dünyaya tamah salmaz, insanların əlində olanlara baxmaz, günlərini boş keçirməz. Bax, bu təqvanın birinci dərəcəsidir. Allah Təbarək Taala buyurub, biz bu axirət evini yer üzündə təkəbbürlük etməyib və fitnə fəsad törətməyənlərə veririk. Gözəl aqibət müttəqilərindir. Ey Əba Əbdillah, mənə nəsiyyət eləyin. Sənə 9 şeyi tapşırıram. Bunlar mənim Allah yolunu gedənlər üçün olan nəsiyyətimdir. Allahdan sənə bunlara əməl etməkdə kömək olmasını diləyirəm. Bunlardan üçü nəfsi tərbiyə etmək üçündür. Üçü elmə aiddir. Üçü isə elmə aid. Bunları yadda saxla və onları yüngül sayma. Qəlbimdə yalnız sizin dediklərinizə yer var. Nəfsə aid olanlara gəlincə, nə badə sənin olmayan malı yeyəsən. Həqiqətən o axmaqlıq və bəla gətirər. Yeməyi ancaq ac olduqda ye. Yeyəndə halal ye və yeməyə bismillahla başla. Peyğəmbər Salavatullahın hədisini unutma. Allahın salamı ona, onun ailəsinə olsun. İnsan mədəsinin 1/3 yemək üçün, ikinci 1/3
su üçün, qalan 1/3-ni də nəfəs üçün saxlamalıdır. Bunlar nəfsi tərbiyə eləmək üçündür. Bəs helmə aid olanlar hansılardır? Helmə aid olanlar budur. Bir nəfər sənə desə ki, bir söz desən 10 bərabərini eşidərsən, ona de. Əgər 10-unu desən, birini də eşitməzsən. Kimsə səni söyüşlə hədələsə, ona kinsiz nəsihət ver. Mənim barəmdə dediklərin doğrudursa, Allahdan bağışlanmağımı diləyərəm. Əgər dediyin doğru deyilsə, Allah Taala'dan sənin bağışlanmağını diləyəcəm. Bunlara əməl eləmək üçün Allah köməyimiz olsun. Elmə gəldikdə isə, bilmədiklərini alimlərdən soruş. Nə badə onlardan bildiklərini onları yoxlamaq üçün soruşasan. Yalnız öz rəyinə əsaslanma. Ehtiyat olaraq mümkün olanları da əldən vermə. Öz rəyinlə fətva verməkdən, şirdən qaçdığın kimi qaç. Boynunu insanlar üçün körpü etmə. İndi isə, ey Əba Əbdəllah, xahiş eləyirəm mənə icazə verəsən dualarıma davam edeyim ki, özüm də əli boş qalmayım. Allahın salamı doğru yolda olanlara olsun. Doğru yolda olanlara Allahın salamı olsun. Salamat qalın. Allah amanında ol.